Bazar günü də fikir verirəm, heç bir nefti, qazı olmayan qardaş, yeraltı sərvətləri olmayan Gürcü xalqı, gözəl xalq gəlir bura. Qardaş maşını alır aparır, heç bir rastamoşka dərdi yox, bir şey yox. Cüzi bir rastamoşka ödəyir də yeni maşınlarda. Amma biz neftimiz var, qazımız var, qızılımız var, gümüşümüz var, hər bir şeyimiz var, bütün sərvətlərimiz var, amma gömrükdə qardaş xalqa qənim kəsilən şəxslər oturub ki, hətta gömrük kalkulyatorunda var, hesablayırsan gömrük kalkulyatoru. Orada göstərilən qiyməti belə, onu belə çox görürlər, onu belə üstünə özlərindən qiymət oxuyurlar. Yəni bugünkü gün xalqın tək maşına aid deyil, ərzaqa da aiddir, tikinti texnikasına, hər bir şey qardaş. Bugünkü gün gömrük o şey var ya, Məlik Məmməd nağlında əjdaha o suyun qabağında oturub, suyun qabağını kəsib. Bugünkü gün gömrükdə qardaş oturubdur, ölkənin o ölkəyə gələcək o münasib, gözəl, keyfiyyətli məhsulların qabağında dağ kimi dayanıbdır. İnsanlar sonra deyirlər utilizasiya, nə bilim nə. Qardaş utilizasiya üçün, xalqın gözəl maşın sürməsi üçün gömrük sən münasib etməlisən. Hər bir şeyə ehtiyat hissəsində maşını da elə bir fantastik qiymətlər, elə bir gülünç bir qiymətlər eləyirlər ki, qardaş, insanlar heç nə ala bilmirlər. Sonra deyirlər ki, küçədə sovet maşını sürürlər. Allah and olsun ki, münasib elə, yəni heç bir oğlan durub sovet maşını, yaxşı Gürcüstanda niyə sürmürlər, niyə bir çox ölkələrdə sürmürlər? Çünki gömrüyü münasibdir. Gəlir bunu alır, $1000 verir, nə bilim 1000 manat verir, 1000 lari verir, gömrük elətdirir, sürür də.